Salam əziz abituriyentlər. Deməli, bu günləri biz Səlcuq dövlətinin, Böyük Səlcuq dövlətinin video izahını birlikdə baxacağıq. Deməli, Böyük Səlcuq dövləti 1038-1157-ci illərdə mövcud olmuşdu. Səlcuqlar Oğuzların Qınıq boyuna mənsub olmuşlar. İslamı 10-cu əsrdə qəbul ediblər. 11-ci əsrin 70-ci illərində Buxarada məskunlaşırlar. Səlcuqun nəvələrinin dövründə Səlcuqlar, yəni Toğrul və Çağrı bəyin dövründə Səlcuqlar daha da güclənmişdilər. 11-ci əsrdə Xorasanda məskunlaşmışdılar. Yəni Sultan Mahmud Qəznəvi onların Xorasanda məskunlaşmasına icazə vermişdi. Çağrı bəyin dövründə 1015-ci ildə Bizansda kəşfiyyat yürüyüşü edib və Naxçıvan Van gölü ətrafına qədər gəlib çıxmışdır. Daha sonra 1028-ci ildə deyəcəyik ki, Səlcuqlar Xorasanda Sultan Mahmud Qəznəviyə qarşı üsyan qaldırırlar və biz Azərbaycan tarixində də keçdik ki, Səlcuqlar gəlir Rəvadi və Sudan dövründə 1028-ci ildə Rəvadilərin ərazisində məskunlaşırlar. Dövlətin yaranması Toğrulun adı ilə bağlıdır. 1-ci Toğrulun 1038-ci ildə dövləti yaradır və 1063-cü ilə qədər hakimiyyətdə olur. Sultan Toğrulun dövründə 1040-cı ildə Dəndənəkan döyüşü olur və Qəznəviləri məğlub edirlər. 1040-cı ildə Mərv qurultayı olur ki, və bu qurultayda şərqə qərbə yürüş qərarı alınır, xüsusən də qərbə yürüş. İlk paytaxtı Nişapur şəhəri olub, daha sonra 1043-cü ildə paytaxt Nişapurdan Rey şəhərinə köçürülmüşdür. 1048-ci ildə Şəddadilərlə müqavilə imzalanmışdır ki, bu müqavilə ilə də Bizans erməniləri məğlub etmişdilər. Daha sonra 1054-cü ildə Şəddadilər, Rəvadilər və Tiflis müsəlman əmirliyi Səlcuqlardan asılı vəziyyətə düşmüşdür. Kutalmış bəyin dövründə Aran ərazisindən keçir və Şəddadilərlə birlikdə Bizans erməni gürcüləri məğlub edirlər. İbrahim Yunanlı dövründə isə Qərbi İranı və Azərbaycanın bir hissəsini tutub Dəzlə çayına qədər çatmışdır. Daha sonra biz Alparslandan danışacağıq ki, 1063-1072-ci illərdə hakimiyyətdə olmuşdu. Alparslanın dövründə deyirik ki, 1063-cü ildə 1065-ci ildə Rəvadi dövlətinə son qoyur. Daha sonra 1066-cı ildə Şirvanşah 1-ci Fərburuzu özündən asılı vəziyyətə salır. Hökmdar Alparslan idi, amma Şirvanşahları asılı vəziyyətə salan sərkərdə Qaratekin olur. Və Şirvanşah 1-ci Fərburuz şah titulundan məhrum olur və artıq məlik titulu daşımağa başlayır. 1071-ci ildə məşhur Malazgirt döyüşü olur ki, bu döyüşdə Səlcuqlar Bizansları məğlub edir və Roman Diogen asılı vəziyyətə düşür, yəni əsir düşür və asılılığı qəbul edir. Səlcuqların işğalını asanlaşdıran məqamlar var idi ki, burada, yəni etnik soy köklərinin eyni olması, müttəfiq, yəni türklərin Səlcuqları özlərinə, Bizans erməni gürcülərə qarşı müttəfiq görməsi, bir də Azərbaycanda vahid dövlətin olmaması idi. Səlcuq dövlətinin ən belə deyək də qüdrətli hökmdarların biri də Məlikşah idi ki, o 1072-1092-ci ildə hakimiyyətdə olmuşdu. 1088-ci ildə Şəddadi dövlətinin varlığına son qoyur. Daha çox İqta torpaqlarının paylanması ilə yadda qalır ki, daha çox onun dövründə İqta torpaqları paylanmışdı. Vəziri Nizami mülk idi. Vahid ölçü çəki pul sistemi tətbiq edilir onun dövründə və tacirlərin bəzi vergilərdən azad edilir ki, bu da ticarətin inkişafına şərait yaradır. Sonuncu hökmdar Sultan Səncərdir ki, onun dövründə dövlət parçalanır. Daha sonra biz Səlcuqların dövründə vergilərdən danışacağıq ki, xərac üşür vergisi var idi, alaf, silah bahası, nal bahası və şərab bahası kimi vergilər var idi. Torpaq isə əsasən yeni yaranan torpaq, Səlcuqların dövründə yaranmış torpaq uz torpaqlardır ki, əsasən xidmət müqabilində verilirdi. İqtada əsasən başlıca torpaq idi ki, əsasında deyirik ki, Məlikşahın dövründə əsas başlıca torpaq olmuşdu. Bu qədər Səlcuqlar dövləti ilə bağlı əsas məqamları sizlərə qeyd etdim.